Gəlin ən dadlı ətli pirajkilər hazırlayaq. Əminəm ki, bu reseptlə heç hazırlamamısınız. Mütləq videonu yaddaşa verin ki, siz də hazırlayın. Keçəyin hazırlanma qaydasına. 2 stəkan ilıq suyun içərisinə 1 yemək qaşığı quru maya, 1 çay qaşığı duz, 1 çay qaşığı şəkər tozu, 1 yemək qaşığı mayonez, 1 ədəd də yumurta əlavə edib qarışdırırıq. Qarışdırdıqdan sonra üzərinə 5 və ya 6 stəkan da un əlavə edib xəmirimizi yoğururuq. Yumşaq, ələ yapışmayan xəmir olmalıdır. Gəldik pirajkinin əsas məqamına. Xəmiri yoğurduqdan sonra üzərinə çıxacaq qədər duru yağ əlavə edirik. Bilirəm deyəcəksiniz ki, bu qədər duru yağı xəmir canına çəkəcək. Xeyr, heç də çəkməyəcək. Ən sonda xəmirin alt hissəsinə duru yağ yığılacaq və o yağı süzəcəksiniz, pirajkiləri qızardacaqsınız. Və xəmirimiz mayalandıqdan sonra xəmirimizi götürüb kündələr hazırlayırıq. Kündələri hazırladıqdan sonra bir-bir əlimizlə yayıb və içlikdən əlavə edirik. İçlik olaraq da mən əti qovurdum, içərisinə 1 ədəd də soğan əlavə elədim, duz, istiot əlavə edib sadəcə olaraq qovurdum. Siz də bu formada hazırlaya bilərsiniz və ya da kartofla da hazırlaya bilərsiniz. Çox dadlı alınır. Və pirajkilərimizi bükürük. Mən pirajkiləri biraz uzun sov formada sevdiyim üçün bu formada hazırlayıram. Bükdükdən sonra kənarda 2-3 dəqiqə gözlədirik. 2-3 dəqiqə gözlətdikdən sonra bol qızmar yağın içərisində hər iki üzünü də qızardırıq. Mütləq bu reseptlə hazırlayın. Hazırlasaz peşman olmayacaqsınız. Çox bəyənəcəksiniz. Hazırlayan hər kəsə nuş olsun. Hələlik.